Bəli, Eldegiz İslamoğlu. Hal-hazırda Qətərin Doha şəhərində yaşayıram. 2011-ci ilin axırından oradayam. Qatar Enerji LNG şirkətin maliyyə şöbəsindəyəm hal-hazırda. Xudavənd bəy Rəfibəyli mənim ulu babamdır, ata tərəfdən. O vaxtı, yəni əslimiz Gəncəldir. O vaxtı deməli Xudavənd bəy həbs eləyəndə məhkəməsiz, cəzasız edam eləyəndən sonra onun həyat yoldaşı Cəvahir xanım, bir də üç övladı qalmışdı. Kamil bəy, böyük oğlu Türkiyəyə köçmüşdü və biz belə deyim də qohumlarımızla ancaq 90-cı illərin orta axırlarında qovuşa bildik. Yəni sərhədlər açılandan sonra, müstəqil ölkə olandan sonra. Cəvahir xanımla mənim babam Rəşid, bir də Nigar xanım Rəfibəyli, onlar Gəncədən Bakıya gəlmişdi. Və mənim atam da Bakıda anadan olmuşdu, mənim Bakıda anadan olmuşdu. Adınızı kim qoyub? Adımı atam qoyub. Ümumiyyətlə üç qardaşıq. Üçümüzün də Türk adı var. Mənim adım Eldegizdir, o Eldegizlər dövləti məndədir. 12-ci əsr hesablanır Azərbaycanda. Ortancıl qardaşımın adı Səncərdir, iki qardaşımın adı da Turan. Qətərə niyə getdiniz və niyə Qətəri seçdiniz? Məhz Qətəri seçmək məqsəd deyildi. Mən Bakıda ikən 2004-cü ildən bəri neft-qaz sahəsində çalışmışam. Həm dövlət neft şirkətində, həm də Bakıda xarici şirkətlərdə. 2009-2010-cu ildə təkliflər gəlməyə başladılar xaricdən. Cürbəcür ölkələrdən təkliflər gəldi. Axırda belə deyim də Qətər Azərbaycana ən yaxın ölkə olduqlarına görə o vaxt Qətər barədə çox yaxşı şeylər eşitmişdik. Belə oldu ki, qismət elə oldu ki, Qətərə gələsi oldu. Azərbaycan deyəndə hansı hissləri keçirirsiniz? Azərbaycan deyəndə sözün açığı tam səmimi desəm, Azərbaycanın adı mənim üçün əcdadlarımın adı ilə bağlıdır. Xudavənd bəyin atası Ələkbər bəy, o çarın vaxtında elə atası olub Gəncədə. Yəni mənim üçün yəni ki, daha Səfəvilərə, Qaraqoyunluğa bunları getmirəm, amma belə nisbətən müasir, Azərbaycan nisbətən müasir tarixi şəxsən mənim üçün əcdadlarımın adı ilə bağlıdır. Yəni onların atdığı addımları, yəni ki, tarix az da olsa bilirik. Arxivlər açılandan sonra, müəyyən məlumat bizə çıxandan sonra, yəni ki, onların elədikləri barədə oxumuşuq, yəni ki, başı düşmüşük, dərk eləməyə çalışmışıq. Özlərini, həyatlarını, yəni ki, həqiqi mənasında həyatlarını Azərbaycana həsr eləmişlər o vaxtı. Biz də yəni ki, onların adını yaşatmağa çalışırıq, nəslimizin adına layiq özümüzü aparmağa çalışırıq. Adınız və soyadınız ruhunuza təsir eləyir? Mütləq şəkildə. Yəni o uşaq vaxtından bu məsuliyyəti hiss eləmişik. Yəni atam həmişə bu barədə bizə danışmışdı, demişdi, nəsihət eləmişdi ki, hətta yadımdadır, biz bəzi misal uşaq olaraq bəzi şeylərlə məşğul olmaq istəyəndə atamız deyərdik ki, misal üçün bu bizə yaraşmaz, belə şey eləyə bilərik, filan şey eləyə bilmərik. Yəni ki, bu bəylik ruhu, çox üzr istəyirəm, yekəxana çıxmasın, bu bəylik ruhu yəni ailəmizdə olub və o məsuliyyətli daimi hiss eləmişik.